Sonra növbəti 4-cü baba İmam Buxari keçid alır, buyurur: "Bəbu mən la yatavadda minəş-şəkki hatta yastaqin." Deyir ki, şəkdən, yəni yəqin oluncaya qədər şək səbəbilə dəstəmaz almayanın almamaq haqqında və ya almamaq babı. Yəni şəklə dəstəmaz, şəklə yox, yəqinliklə dəstəmaz. Yəni dəstəmazın pozulmağında şək varsa, yəqinləşməyincəyə qədər dəstəmaz almamaq babı. Şək, yəni fuqaha, yəni fəqihlərin istilahında həm şək, yəni hər iki tərəf ehtimal bərabər olanda şək işlədirlər. Baxmayaraq ki, lüğətdə hər üç mənanı verir, yaxındır. Fuqaha belə işlədir ki, şək təsəvvür tərəfin, iki tərəf bərabər 50-50-yə şək deyirlər. Zan isə zanantu zan isə etiqadur racih deyirlər. Yəni 60-ın 40-a zan deyirlər. Vəl vahm isə, vahm nədir? Etiqad əl-marcuh. Yəni 60-ın 40-a vahm, 40 tərəfinə vahm deyirlər. Bu qeyd etdiyimiz kimi, yəni lüğətdə bunların hər üçü, yəni şək hər üçünə işlənilir. Növbəti 137-ci hədis. Qala haddəsən Ali kimdir? Əl-Mədini. Qala haddəsən Sufyan kimdir? Əl-Mədini Sufyanın rivayət eləsə bu İbn Ueynədir. Qala haddəsən Zuhri an Səid ibn Musayyib. Sonra buyurur İmam Buxari hə. Hə nədir? Qeyd etmişdik. Təhvilül isnad. Yəni İmam Buxari təzə isnada keçir. Və an Abbad ibn Tamim. An ammihi. Bu da yəni hə, yəni buradan Zührüdən qırılır. Yəni Zühri həmçinin həm Səid ibn Musayyibdən, həmçinin Abbad ibn Tamimdən rivayət edir. An ammihi, o da əmisindən, kimdə? Abdullah ibn Zeyd ibn Asim radiyallahu anhu. Ənəhu şəkə, yəni o şikayət etdi ilə Rasulillah sallallahu əleyhi və səlləm rəculüllezî yuxayyəlu ileyhi ənəhu yecidu şey'ə fis-salah. O insan haqqında ki, o namazda ona nəsə çıxdığını xəyal olunur, zənni nəsə çıxıb. Fəqalə və Peyğəmbər sallallahu buyurdu: "La yantaqil." Dedi ki, namazdan çıxmasın və la yansarif, yəni namazdan çıxmasın, hətta yəsmə savtan aw yecida riha. La yantaqil. Yanfatil üzr. La yanfatil. Yəni iftilat təmsil üzrəndə namazdan çıxmasın. Hətta yəsmə savtan aw yecida riha. Hətta səs eşitməyincəyə qədər və yaxud da ki, duymayıncaya qədər. Buna şahidlik edən hədislər çoxdur. Əbu Səid el-Xudridən gəlib, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "İzə cəhədəkumus şeytan fəqal innəkə əhdəst." Deyir, şeytan sizlərdən birinin yanına gəlib deyir ki, sən dəstəmazını pozdun. "Fəlyəqul kəzəbtə illə mə vəcədə rihan min anfihi aw sami'a savtan bi udnihi." Və deyir, o şeytana qoy desin ki, yalan dedin. Əgər özü burnunda iyi görməsə və qulağıyla da səs eşitməsə. Yəni bir rivayətdə gəlib İbn Hibban rivayətində öz nəfsində desin, yəni bir namazda belə deməsin. Yəni içində desin, ürəyində desin, bizim belə desək. Əbu Hüreyrədən də oxşar rivayət gəlib. Hansı Şeyx Albani üzr istəyirəm. Əbu Hüreyrədən belə oxşar rivayət gəlib. Deyir, sizdən birinizin yanına şeytan gəlir və birinizin öz heyvanın oynadığı kimi və yaxud heyvanını sakitləşdirdiyi kimi, onu nədir? Əbəsə, yəni oynadığı kimi oynayır və deyir ki, oynayır yəni ondan və o da hiss edir ki, nəsə ondan çıxdı. Yəni sakitləşdirir onu. O da ondan hiss edir ki, nəsə və yaxud da ona vəzinə hava buraxır və deyir ki, o da hiss edir ki, nəsə ondan çıxdı. Və onda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, çıxmasın hətta səs eşidib, yəni və yaxud da ki, iyi duymayıncaya qədər. Yəni İbn Abbasdan da gəlib, Peyğəmbər sallallahu əleyhi və səlləm sözü buyurur ki: "Yəti şeytan ahadakum fəlyanquru ində icanihi fəla yansarifu hatta yasma savta." Şeytan deyir, sizdən biriniz yanına şeytan gəlir və yanquru fi ində icanihi. İcan insanın yəni arxa çıxışla ön çıxış arasındakı hissəyə deyilir. Şeytan deyir gəlir və yaxud da ki arxa çıxışa deyilir, arxa ifrazat yoluna deyilir. Şeytan gəlir deyir onunla oynayır. Yəni onunla oynayır və yaxud da onu təzyiq edir, barmaq yəni vurur və sizə elə gəlir ki, nəsə oradan çıxdı. Ona Peyğəmbər sallallahu əleyhi və səlləm ki, namazdan çıxmasın, hətta səs eşitməyincəyə qədər. Və başqa hədisdə gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "La vudu illə min sautin aw rihin." Səsdən və iydən başqa dəstəmaz yoxdur. Qeyd etmək lazımdır ki, bunların hamısında əgər insan şübhədədirsə, amma yəqinliklə bildisə, artıq bu hökmdən çıxmış olur. Yəni insan şərt deyil mütləq ki, səs eşitsin, iyi görsün, iyi hiss eləsin. Əgər şübhədədirsə, çıxdı, çıxmadı, o halda bu əlamətlərə baxılır. Yoxsa yəqin bilirsə, əlbəttə ki, dəstəmaz pozulmuşdur.
Yəni İbn Mulaqqın deyir ki, bu hədisin mənası odur ki, insan namazına davam edir. Əgər hədəf, yəni dəstəmaz pozulma halı yəqinləşmədikcə. Və buradakı hədəsdə iki şey xüsusiləşməyib. Bu iki şey sanki nümunə olaraq qeyd olunub. Yəni suala görə cavab verilib. Yoxsa ki, bu bütün vəsvəsələrə aiddir. Tək bu iki yolda, bu iki şeyə aid deyil. Həmçinin buna İbn Munzir icma gətirir ki, yəni şəklə dəstəmaz, şək varsa dəstəmaz pozulmuş sayılmır. Hətta qeyd etdiyimiz qarinələr olmayacaqdır. Və bu da İmam Nəvəvi deyir ki, və bu da bu hədisdən böyük əsl çıxır. O da nədir? Məsələlərin hükmü bəqail əşya ələ usulihə. Məsələlər öz əslində qalır, hətta onun əksi sübut olmayacaq qədər. Yəni yəqinliklə, şəklə aparılmır. Nə əsli yəqindirsə, o əsli yalnız və yalnız onun kimi yəqin apara bilər, şək aparmır. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "İzə şəkkə ahadukum fi salatihi fələm yedri asalla thalathan am arba felyubni alə yəqinihi." Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizdən biriniz namaz qılarsa və şəkk eləsə 3-cü ya 4-cü rükətdədir, qoy neyləsin? Yəqinə bina eləsin. Yəni yəqin nədir? 3-ü 100% qılıb 4-cü şəkdir. Demək ki, yəqinə bina eləyir, davam edir. Və həmçinin o şəkki hansı ki fikirləşir insanın paltarına, yəni nəcasət düşdümü, düşmədimi və bədəninə nəcasət düşdümü, düşmədimi? Əgər şəkdirsə, şəkkə baxılmır. Nə vaxta kimi? Yəqin olana qədər. Yəqin deyilsə, şəkkə baxılmır. Məsəl üçün çox olur, ayaq yolunda su sıçrayır. Deyirsən, görəsən oradan sıçradı, buradan sıçradı. Və yaxud görmürsən, səhiyyə gəldi sıçradı. Bunlar hamısı vəsvəsədir, baxmırsan. Dəqiq bilməyincəyə qədər. Dəqiq bilsən heç, başqa söhbət. Buna oxşar əsərlər İbn Məsuddan, İbn Abbasdan gəlir, deyir, insanın arxa ifrazat yolunu sanki qıdıqlayır, təzyiq eləyir. Hətta qabaq öndən də gəlir, sanki nəmləşdirir və sən elə gəlir ki, səndən də silik çıxıb. Bu rivayətlər hamısı İbn Abbasdan, İbn Məsuddan və başqalarından gəlib. Çox sayda. İbn Zübeyr deyir ki, şeytan insana dəstəmazdan, tükdən və dırnaqdan gəlir. Yəni vəsvəsə verdiyi şeylər buradandır. Həmçinin oxşar rivayət Səid Müseyyibdən də həmçinin gəlib. Və həmçinin İbrahim Nəxai buyurur ki, deyərdilər ki, kəsrətul vudu minəş-şeytan. Deyirlər ki, dəstəmazı çoxalmaq şeytandandır. Yəni dəstəmaz çoxalmaq nə? Yəni zənn edirsən ki, dəstəmaz pozuldu, dəfələrlə dəstəmaz almaq bu nədir? Şeytandandır, vəsvəsədir. Və İbnül Qayyim rahimehullah bu barədə, yəni fiqh kitablarından böyük vəsvəsələr gətirir məzhəblərdə. Deyirlər ki, tualetə getdinsə, məsəl üçün bunu eləməlisən. Bəziləri deyir, turnik asmalısan, atdan düşməlisən, prisilən eləməlisən, nə eləməlisən, neçə addım qaçmalısan, gəlməlisən, biridir sıxmalısan, sağmalısan ki, bunlar hamısı əlbəttə ki, vəsvəsələrdir, hansı ki Allah Subhanahu taala heç bir qapı, heç bir dəlil göndərməyib və bunlar vəsvəsələrə qapıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm bütün xırda və böyük şeyləri bizə bildirir. Necə ki Salman Yahudi ondan soruşanda nə deyir? Salman deyir ki, əcəl. Peyğəmbər sallallahu əleyhi və səlləm bizə öyrədib ki, "Nəstəqbiləl qiblətə li-ghayetin aw bawlin aw an əstəncil yamin aw an əstənciyə aqal min 3 əşcar." Peyğəmbər sallallahu əleyhi bizə öyrədib nə ilə? Məsələn, böyük və kiçik bayrağa çıxarkən qibləyə dönməmək və hətta daşla təmizlənmək, nə ilə təmizlənmək, sayılarını təmizlənmək. Bunlar hamısını bizə öyrədib. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm əgər bu şeylər hər hansı bir dəlil olsaydı ki, belləmək lazımdır, nə edərdi? Bunu bizə öyrədərdi. Əgər Peyğəmbər sallallahu əleyhi və səlləm bunu bizə öyrətməyibsə, bunu bizə başlamır, demək ki, burada nə var? Genişlik var. Və buradan fayda nə götürmək olar? Əlbəttə ki, ehtiyac varsa, qeyd etdiyimiz kimi, hətta yəni pis olan şeyləri, zikri tutanılan şeyləri, əgər başqa cür ibarə edə bilirsənsə, onu eləməyin, başqa cür yəni tələffüz eləməyin, başqa cür baş salmağın icazəli olmağı. Həmçinin qayda o qaydadır ki, əl-əslu bəqa'u kulli şeyin alə mə kən aleyhi və la yentəqilu ilə qayrihi illə biyəqin. Hər şeyin əslində qaldığı o vaxta kimi ki, başqa hökm əsldən başqası hökmə keçmək üçün o vaxta kimi ki, nədir? Başqasının o başqa hökmünün ziddinin yəqinliyi sübut olmayacaq qədər. Yəni şək yəqinliyi nə eləmir? Aparmır. Başqa o da həmçinin başqa qaydanın başqa növüdür. Ennəl yəqin lə yazul biş-şək. Yəni yəqin şəklə getmir. Hətta yətəyəqqan, hətta yəqinləşənə qədər. Həmçinin bir qayda da var. İnsan bir şeyin olmağında şək getsə, əsl nədir? Onun olmamağıdır.
bayaq qeyd etdiyimiz paltar məsələsi, ibadətlərə də gəlsə bunun əksidir. Məsələn, insan getdi səcdiyə və sonra şəkkə düşdü ki, mən ruku eləmişdim yoxsa yox. Bu halda əsl odur ki, ruku yox idi. Təzədən qayıtmalıdır. Əlbəttə bir şərtlə vəsvəsə olmasın. Yəni pastayla gedirsə artıq nədir? Vəsvəsədir. Həmçinin qeyd etdiyimiz kimi küləyin çıxmağı, havanın çıxmağı dəstəmazı pozur. Həmçinin ibadətdə ikən sənə nəsə bir şək gəlsə, niyyət pozulsa, o ibadəti pozmur. Çox adam deyir ki, niyyət dəyişsə artıq namazdan çıxmış sayılırım. Xeyr. Həmçinin faydalardan dəstəmazdan əgər dəstəmaz pozularsa namazsız çıxırsan. Namaz, çünki Peyğəmbər sallallahu qeyd etmək ki, öz istəmi salamsız çıxırsan. Peyğəmbər sallallahu deməli ki, salam ver. Həmçinin buradan vəsvəsənin məzəmmət olmağı və həmçinin bu da qaydadır ki, namaz pozulmur, insan öz-özlüyündə, nəfsinlə, ürəyində danışırsa. Ürəyində danışır. Və həmçinin bunun əksi odur ki, insan ürəyində bəzi məsələlər deyir. Quran oxuyursa ürəyində, bu da Quran oxumaq sayılmır. İnsan nəfsinlə söhbət eləməyi, ürəyində danışmağı, dodağın dilini tərpətmədən namazı pozmur. Əlbəttə ki, yəni fikir ora ziyandır, amma namazı pozmur. Necə ki, hədisdə gəlir, yuxayyəl ileyhi ənəhu yecid şey fis-salah. Ona elə gəlir ki, o nəsə bir şey hiss elədi namazda. Həmçinin hədisin faydalarından əgər namaz vaxtı dəstəmaz pozularsa, vacibdir ki, namazdan çıxsın. Açıq aydındır. Nəyə görə? Lə yansarf həttə yəsmə. Eşitməyincəyə qədər çıxmasın. Və eşitdirsə nə etməlidir? Dərhal çıxmalıdır. Və həmçinin Davudi deyir ki, burada şək nə var? Elmdən, yəni həyanın tərk olunması, yəni utanmağın tərk olunması əgər ehtiyac varsa. Həmçinin hədisin faydalarından alimlərin ehtiyac olunan məsələlərdə, şikayət olunan məsələlərdə, öyrənci məsələlərdə, çətinliklərdə alimə müraciət etməyin icazəli olmağı. Və Şeyx Hüseymin deyir ki, sənin bayaqki qeyd etdiyin məsələyə, Şeyx Hüseymin deyir ki, heç kəsə icazəli deyil ki, əgər dəstəmaz namazda pozulubsa, namazda qalsın, çıxmasın oradan. Vacib ki, ona çıxsın. Hətta utansa da belə, xəzarət çəksə də belə, utanmasın, çıxsın. فَإِنَّ اللّٰهَ لَا يَسْتَحْمِ مِنَ الْحَقِّ. Çünki Allah Teala haqdan utanmır. Lakin məsələni yüngülləşdirmək üçün Şeyx Hüseymin deyir ki, nə edə bilər? Məsələn, əlini burnuna tuta bilər. Sanki burnundan qan açılmış kimi. Bu da üzürdür. Bu halda namazdan çıxa bilər. Sanki elə göstərsin ki, burnundan qan açılır. Necə hədisdə gəlir? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "İzə salla ahadukum fa'htasa falyumsik ala anfihi, thumma yansarif." Deyir ki, sizdən birinin namazda dəstəmaz pozularsa, qoy əlini burnunu tutsun və dönsün. Sanki Şeyx Albani səhih deyib, sanki insanları, bu da deyir şeyx deyir ki, bu icazəli hilələrdəndir. İcazəli hilələrdəndir. Və namazda da vəsvəsənin gəlməyini inşallah danışacağıq. Sonra növbəti 5-ci bab, bəbu təxfifil vudu. Dəstəmazı yüngül almaq. Şeyx Hüseymin deyir ki, təxfif burada təxfif və yüngülləşdirmək nədir? O yüngülləşdirməkdən söhbət gedir ki, hansı ki, ən aşağı dərəcədə vacib olanı yerinə yetirməklə. Yoxsa yüngülləşdirmək vacib olanı yerinə yetirmək yox. Yəni vaciblərə xələl gətirən yüngülləşdirmədən söhbət getmir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Vay liləqa binənnar." Onlar necə yüngülləşdirmirlər ki, bəzi ayaqlarına su dəymirdi. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Vay olsun dabanlara oddan. Növbəti 138-ci hədis. Qala həddəsənə Ali ibn Abdullah ibn Ali el-Madini, qala həddəsənə Sufyan an Amr ibn Dinar, qala əxbərəni Kureyb. Kureyb kimdir? Mevla ibn Abbas, an ibn Abbasin, ənə Nəbi sallallahu əleyhi və səlləm nəmə hətta nəfəx. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yatdı hətta xoruldayana qədər. Thumma sallə. Sonra namaz qıldı. Və bəzi hallarda dedi ki, İbn Abbas deyir ki, ittəca'a hətta nəfəxə thumma qamə fəsallə. Uzandı hətta xoruldayana qədər və sonra durdu və namaz qıldı. Sonra İmam Buxari gətirir. Thumma həddəsənə bihi Sufyan. Sonra deyir ki, Sufyan bizə bunu rəvayət edib. Kimdən? Bunu kim deyir? Ali ibn Abdullah deyir ki, Sufyan bizə başqa vaxtı belə rəvayət etdi. Yəni mərrətin bə'də mərrə an Amr. Amrdan dəfələrlə an Kureyb, Kureybdən an ibn Abbasin. Yəni sanki bu hədisin daha uzun versiyasıdır. Sufyan bir dəfə belə rəvayət edib, qısa, bir dəfə daha uzun rəvayət edib. An ibn Abbasin qalə bittu ində xaləti Meymunə. İbn Abbas deyir ki, xalam Meymunənin evində qaldım, gecələdim. Leylətən fəqamən Nəbi sallallahu əleyhi və səlləm Peyğəmbər sallallahu əleyhi və səlləm gecənin bir zamanda qalxdı. Fələmmə kənə fi ba'dil leyli qamən Nəbi sallallahu əleyhi və səlləm fətavadda min şənnin muallaq.
Peyğəmbər sallallahu əleyhi və səlləm gecənin bir namazının vaxtında qalxdı və asılmış qabdan, yəni göydən asırlar qab. Su qabından dəstəmaz aldı. Vuduan xafifən, yüngül dəstəmaz aldı. Yəni burada xəfif deyirlər ki, həm suyu az, yüngül azdı, həm sayını azaltdı. Bir dəfə də rivayət var, gələcək. Həm də ki, suyu az işlətdi, yüngül aldı. Və deyirlər ki, xəfif deyəndə keyfiyyətədir, həm keyfiyyətə dəlalət edə bilər, həm də saya dəlalət edə bilər. Və sonra durdu, namaz qıldı. Fətavaddatu nahva mimma tawadda. Və İbn Abbas deyir ki, mən də onun dəstəmaz aldığı kimi dəstəmaz aldım. Thumma ji'tu fa qumtu an yasari. Və sonra gəldim onun solunda durdum. Fə rubbama qala Sufyan və bəzən Sufyan bəzi rivayətlərdə deyir ki, an şimali. Yəni görün hər şeyə diqqət edin. Hə yasarihi an şimalihi. Ravi hər baxmayaraq ki, hər iki söz sol deməkdir. Hətta bir dəfə Sufyan sol işlədi, yəni yamin yasar işlədi, bir dəfə şimal işlədi. Sinonimləri gətirir. Fə havvalani fəcəaləni an yamini. Peyğəmbər sallallahu əleyhi və səlləm məni deyir keçirdi sağ tərəfinə. Thumma salla ma şa'allah. Sonra Allah Taala'nın istədiyi qədər namaz qıldı. Thumma ittaja'a. Sonra yenə uzandı. Fanama hatta nafaq. Və sonra uzandı hətta xoruldayana qədər. Thumma atahu al-munadi fa'adhanuhu. Sonra munadi yəni namaza çağıran azan, yəni müəzzin gəldi və onu ədənahu yəni qaldırdı namaza, bis salah. Yəni onu namaza çağırdı. Faqama ma'hu ila salah. Və o Peyğəmbər sallallahu əleyhi və səlləm onunla bərabər namaza qalxdı. Fasalla və lam yatavadda. Peyğəmbər sallallahu əleyhi və səlləm namaz qıldı və dəstəmaz almadı. Və sonra ravi deyir ki, qulna li Amr, yəni bunu Sufyan deyir. İnna nasan yaqulun inna Rasulullah sallallahu əleyhi və səlləm tanama aynuhu və la yanam qalbuhu. Biz bu hədisi rivayet edərkən deyir Amr'a dedik ki, Amr ibn Dinar dedi ki, Peyğəmbər insanlar deyirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gözləri yatır, qəlbi yatmır. Yəni göz yatsa da qəlbi yatmır, vəhy qəbul edəndə, yəni o vəhyi bilir. Və qalə və Amr cavabında dedi ki, Səmitu Ubeydu ibn Umeyr, dedi ki, Ubeydu ibn Umeyrin belə eşitdim, Rü'yəl ənbiyə vahyun və ləm sümmə qara inni ra'a fil mənami ənni əzbəhuk. Və deyir ki, Peyğəmbərlərin yuxusu vəhyidir və sonra İbrahim əleyhissalam yuxusunu danışır, deyir ki, mən yuxumda səni görürəm ki, səni kəsirəm oğul haqqında, yəni səni qurban verirəm. Yəni nəyə görə bunu qeyd edib? Yəni əgər vəhy olmasaydı, İbrahim əleyhissalam sallallahu əleyhi və səlləm oğlunu yuxudakı şeyə görə, vəhy olmasaydı oğlunu yuxudakı şeyə görə başını kəsmək istəməzdi. Bu demək dəlildir ki, yuxu da nədir? Vəhyidir. Və bu nəyə görə qeyd edir? Yəni onu gücləndirərək ki, bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm gözü yatsa da qəlbi oyaqdır, çünki gələn vəhyi bilsin, yadında saxlasın və insanlara çatdırsın deyə. Huduan xafifən qeyd etdiyimiz kimi, burada daha düzgün Allah alim olanır ki, huduan xafifən yəni bir dəfə. Yüngül dəstəmaz, yəni bir dəfə. Və bu da namazı kifayət edəcək ən aşağı həddir. Ondan aşağı hədd nədir? Artıq sayılmır. Və Əlidən gəlir ki, Peyğəmbər əmr elədi, onu qab gətirdilər və yüngül dəstəmaz aldı və ayaqlarına, səndəllərinə məs çəkdi və dedi ki, thumma qala hakeza fa'ala Rasulullah sallallahu əleyhi və səlləm ma lam yuhdis. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmazını pozmayanda belə dəstəmaz alardı. Və açıq-aydın əlbəttə burada dəstəmazı yüngülləşdirməyin, yəni bir dəfə icazəli olmağı, həmçinin işadan sonra səmər qeyd etmiş kimi fayda, yəni namaz üçün, ibadət üçün icazəli olmağı, nəyə görə bir rivayətlərdə gəlib ki, ənəhu təhaddəsə səətən thumma raqad. Biraz söhbət elədi, sonra yatdı. Peyğəmbər sallallahu əleyhi və səlləm əhli ilə vaxt keçirib söhbət edib. Və həmçinin hədsin faydalarından uşağın öz xalasının evində qalmağının icazəli olmağı, həmçinin bura bibisi də ora aiddir. Həmçinin hədsin faydalarından uşağın valideynlərlə bir yerdə yatmağın icazəli olmağı və yaxud da ki, qadın bir məhrəmlərin biri ilə. Necə ki, həmçinin başqa rivayətlərdə gəlir ki, Meymunə həmən vaxtı heyz halında idi, yəni aylıq adətində idi. Həmçinin burada nə fayda var? Peyğəmbər sallallahu əleyhi və səlləmin xüsusiyyətliyi nə ilə? Yuxu ilə. Yəni yuxu Peyğəmbər sallallahu əleyhi və səlləmə görə dəstəmazı pozmur, bütün ümmətdən fərqli olaraq. Həmçinin hədsin faydalarından namazın faydası üçün namazın içində hərəkətin icazəli olmağı. Necə ki, Peyğəmbər namazdayken sallallahu əleyhi və səlləm İbn Abbası götürdü, solundan sağına keçirtdi. Həmçinin bəzi hallarda, bəzən nafilə namazları cəmaatda qılmağın icazəli olması, həmçinin elm əhlinə mülazim olmaq, elm əhlinin yanında durmaq, faydalar götürmək üçün tək gün orta yox, imkan varsa onunla səfər falan hər şeydə. Həmçinin hadisin faydalarından su üçün hazırlanmış dəstəmaz üçün hazırlanmış sudan dəstəmaz almanın icazəli olmağı bəzi məzhəblərə zidd olaraq
Həmçinin hədsin faydalarından əlbəttə açıq aydın sağda, yəni məmum imamın sağında durmağı. Həmçinin hədsin faydalarından qohumluq əlaqələrinin gücləndirilməyi və İbn Abbasın əlbəttə ki fəziləti, onun elmə həris olmağı. Və həmçinin faydalardan sibaq, yəni sibaq ən aşağı hədd nədir? Dəstəmazda bir dəfə yumaqdır. Və həmçinin hədsin faydalarından nafilə namaz üçün dəstəmaz alarsansa, bu dəstəmazla fərz namazın da qılmağın icazə olmalı. Bu faydalar nəyə görə qeyd olunur? Çünki fiqh kitablarında, məsələlərdə bunlar hamısında belə deyilir. Bu hədis hamısı, yəni bunlar hamısı rəddiyə, alimlər bu faydaları çıxarırlar ki, bunlar filan sözlərə nədir? Rəddiyələr var hamısı. Həmçinin hədsin faydalarından fərz bütün əhkamlarında nafilə kimidir. O istər hərəkət olsun, istər danışmaq olsun, istər dəstəmaz olsun, yəni əsli eynidir. Açıq aydın onları ayıra biləcək dəlil yoxdursa. Həmçinin uşağın namazının səhih olmasına dəlildir. İbn Abbas həmin vaxtı yaşı az idi, həddi buluğa çatmamışdı. Bununla kifayətlənərək Allah Subhanahu taala faydalar versin. Subhanakallahumma hamdik, əşhədü en la ilahe illə ent, əstəğfiruke və etûbü ileyk.